Herkese salam. Bugün pambıq kimi yumuşaq, 100% bəyənmə zəmanətli ballı tort bişirirəm. Xəmir üçün qazançaya 3 yemək qaşığı bal və 150 qram kərə yağı əlavə edib ocağa yerləşdirirəm. Vamodda yağ tam əriyəndə üzərinə 1 çay qaşığı soda əlavə edirəm. Soda aktivləşən kimi qarışımı ocaqdan götürüb kənarda soyumağa qoyuram. Bu vaxt 3 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər tozu əlavə edib mikserlə ağarıb köpüklənənə qədər çalıram. Üzərinə ilınmış bal və yağ qarışımını az-az əlavə edib qarışdırıram. Sonra 2 paket vanilin və 2 stəkan unu ələyərək əlavə edib qarışdırıram. Mən ümumilikdə 4 stəkan un istifadə etdim. Bu miqdar sizdə biraz az və ya çox ola bilər. Ona görə unu az-az əlavə etmək lazımdır. Xəmir yumuşaq və biraz da ələ yapışan olmalıdır. Xəmir hazırdır. Üzərini streçləyib 30 dəqiqə gözlədirəm. Bu vaxt kremi hazırlayıram. Qaba 600 qram xama və 1 banka qaynadılmış qatılaşdırılmış südü əlavə edib mikserlə yaxşıca qarışdırıram. Krem hazırdır. Soyuducuya yerləşdirirəm. 30 dəqiqə sonra xəmiri hər biri 106 qram olmaqla 10 hissəyə bölüb gündələyirəm. Üzərini streçləyirəm və ilk gündədən başlayaraq yağlı kağız üzərində yayıram. Soba listinə yerləşdirib çəngəllə dəliklər açıram ki, yersiz qabarmalar olmasın. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada hər layı 2-3 dəqiqə bişirirəm. Layları çox qurutmaq lazım deyil. Laylar sobadan çıxan kimi hələ isti ikən qəliblə kəsirəm. Soyuduqdan sonra kəsmək çətin olur. Bütün laylar bişdikdən sonra tortu yığmağa başlayıram. Daha səliqəli alınması üçün qəlibdən istifadə edirəm. Siz etməyə də bilərsiniz. İlk qatı yerləşdirib üzərinə 1 yemək qaşığı krem çəkirəm. Bu ardıcıllıqla bütün layları yığıram. Son qatı da yerləşdirdikdən sonra tortun üzərini streçləyib soyuducuya qoyuram. Mən bir gecə saxladım. Səhər isə artıq kənar qırıntıları blenderdən keçirib ovuntu hazırlayıram. Tortun üzərini kremləyib bu ovuntu ilə bəzəyirəm. Vaxtınız azdırsa birbaşa bəzəyib 2-3 saat sonra da servis edə bilərsiniz. Və budur. Yumuşaq, ləzzətinə doyum olmayan ballı tort hazırdır. Hazırlayan hər kəsə indidən nuş olsun. Videonu bəyəndinizsə like etməyi, rəy yazmağı və dostlarınızla paylaşmağı unutmayın. Hələlik!